Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Sizinlə biz 6-cı sinifin Azərbaycan dilindən yenilənmiş dərslikdən eyni köçür sözlərlə bağlı olan tapşırıqlara və mövzunun izahına baxacağıq. İzahdan öncə sizdən bir xahişim var, yoldaşlar, videonu bəyənməyi və kanala abunə olmağı unutmayaq zəhmət olmasa. Keçək mövzunun izahına. Eyni köçlü sözlər. Eyni köçlü sözlər nədir, yoldaşlar? Eyni bir kökdən yaranan düzəltməli sözlərə eyni köklü sözlər deyilir. Necə oldu? Eyni bir kökdən ibarət olan, eyni bir kökdən yaranan düzəltmə sözlərə eyni köklü sözlər deyilir. Yəni, sözün eyni köklü olmağı üçün, sözlərin eyni köklü olmağı üçün mütləq şəkildə o sözlər düzəltmə olmalıdır və eyni bir kökdən ibarət olmalıdır. Kökləri eyni məna ifadə eləməlidir və düzəltmə olmalıdır. Məsələn, deyirəm, kitabça, kitabça, kitabdakı, bir də kitabçı, kitabçı. Sözləri kök və şəkilçiyə ayırırıq. Görürük, hər birinin kökü nədir? Kitabdır, ça leksik. Kitabdan, kitabdakı, kitabdan, kitabçı. Hər biri düzəltmə sözdür. Burada sözlərin hər birinin kökü kitab ismidir və ça, dakı, çı leksik şəkilçilərdir. Biz gördük ki, bu sözlərin hər biri düzəltmə sözdür və hər birinin kökü kitab ismidir. Deməli, bu sözlər eyni köklü sözlər sayılacaq. Başqa nümunələrə baxırıq. Məsələn, evdəki, evdar, bir də evcik. Hər birinin kökü nədir? Evdən evdəki, evdən evdar, evdən evcik. Hər biri düzəltmə sözdür və hər birinin kökü ev ismidir. Deməli, bu sözlər eyni köklü sözlərdir. Deməli, yenidən qaydanı təkrar edirik. Eyni sözlərin eyni köklü olması üçün onlar mütləq düzəltmə olmalıdır və eyni bir kökdən yaranmalıdır. Ümid edirəm ki, başa düşdünüz. Növbəti nümunə çəkək. Məsələn, gülçü, güldan, bir də gülüstan. Güldən gülçü, güldən güldan, gül isimindən gülüstan yarandı. Bir dənə də nümunə kimi yazaq, gülüş. Başqa bir şey deyəcəm orada. Deməli, sözün kökü nədir? Gül ismidir, güldən gülçü ismi yaranıb, düzəltmədir. Güldan sözün kökü gül ismidir, dan burada leksik şəkilçisidir, bu da düzəltmədir. Gülüstan sözün kökü gül ismidir, üstan burada leksik şəkilçisi, bu da düzəltmədir. Hər birinin kökü nədir? Gül ismidir və hər biri düzəltmə sözdür. Deməli, bu sözlər eyni köklü sözdür. Keçək o birisi sözə. Güldən gülüş yaranıb. Deməli, yoldaşlar, diqqət eləsək, görərək ki, buradakı gül çiçək ola bilməz. Bu gülməkdir, təbəssüm eləməkdir. Buradakı sözün kökü gülməkdir. Güldən gülüş yaranıb. Biz də qaydada deyirik ki, eyni kök sözlər düzəltmə olmalıdır və kökləri eyni leksik məna ifadə eləməlidir. Buradakı gülüş sözünün kökü ilə buradakı gül eynidirmi? Xeyr. Buradakı gülmək feilidir. Buradakı gül isə çiçəkdir. Deməli, bu sözü mən bu sözlərlə, bu 3 dənə yazdığım sözlərlə eyni kökü götürə bilmərəm. Çünki köklərinin mənası müxtəlifdir. Yenidən qaydanı xatırlayırıq. Sözlər eyni köklü olması üçün kökləri eyni olmalıdır, kökləri eyni məna ifadə eləməlidir və düzəltmə olmalıdır. Bu 3 komponent bir-birini tamamlamalıdır ki, bu eyni köklü söz olsun. Ümid edirəm ki, başa düşdünüz. Deməli, baxaq indi tapşırıqlara. Sonuncu dərs mətnində işlənmiş sakitləşdirmək və sakitlik sözlərinə diqqət yetirin. Bu sözlərin kökü hansı diksiyasına aiddir?
Sözlərin başlanğıc formaları hansı diksiyələrinə aiddir? Hər bir sözün cavab verdiyi sualı müəyyən edin. Sözlərimizi köç və çəkiciyə ayırırıq. Sözün kökü sakitdir. Sakitdən sakitləşmək, sakitləşməkdən sakitləşdirmək. Maqmək də qrammatik şəkilcidir. Sakit sözündən sakitlik yaranıb. Bu sözlər lik burada leksik şəkilcidir. Hər birinin kökü sakit sifətidir və burada ləş leksik şəkilcidir, dir leksik şəkilcidir, məc qrammatik şəkilcidir. İkinci sözdə sakitlik sözündə də lik leksik şəkilcidir. Deyir bu sözlərin kökü hansı diksiyasına aiddir? Sakit adam necə adam? Burada sakit hansı diksiyasıdır? Sifət. Sonra sözlərin başlanğıc formaları hansı diksiyələrinə aiddir? Sözün başlanğıc forması nə idi yoldaşlar? Sözün başlanğıc forması belə deyək, axırıncı leksik şəkilçi də daxil olmaqla olan hissə sözün başlanğıc formasıdır. Sakitləşdirmək sözündə axırıncı leksik şəkilçimiz hansıdır? Dir. Buradan başlayırıq kökün əvvəlinə qədər. Deməli, bu sözümüzün başlanğıc forması nə imiş? Sakitləş sözüdür. Burada maqmək qrammatik şəkilçi olduğu üçün başlanğıc formaya daxil deyil. Bir daha təkrar edirik. Sözün başlanğıc forması nə oldu? Sözün sözlü kök və şəkilçiyə ayırırıq. Axırıncı leksik şəkilçi də daxil olmaqla olan hissə sözün başlanğıc forması adlanır. Sakitlik sözündə bir dənə leksik şəkilçi var. Elə başlanğıc formada sakitlikdir. Deməli, hər bir sözün deyir ki, sözlərin başlanğıc formaları hansı diksiyasına aiddir? Sakitləşdir. Nə et? Nə et? Sualı. Hansı diksiyasının sualıdır? Təbii ki, feili. Sakitləşdirmək sözü başlanğıc forması feildir. Amma sakitlik. Nə? Sakitlik. Nə sualda? Hansı diksiyasındır? İsimin. Sakitlik sözündə başlanğıc forması isimdir. Hər bir sözün cavab verdiyi sualı müəyyən edin. Cavab verdiyi sakitləşdirmək. Nə etmək? Nə etmək? Sakitləşdirmək sualındır. Nə etmək? Amma sakitlik nə? Sakitlik. Nə isə sakitlik sözünün sualıdır. Yadda saxla hissəsini oxuyuruq. Söz kökünə bir və ya bir neçə leksik şəkilçisi qoşula bilər. Bu zaman müxtəlif düzəltmə sözlər yaranır. Eyni söz kökündən əmələ gələn düzəltmə sözlərə eyni köklü sözlər deyilir. Qrammatik şəkilçilər artırdıqda eyni sözün müxtəlif formaları yaranır. Deməli, otlaq. Baxırıq yoldaşlar. Ot isimindən nə yaranıb? Otlaq. Otdan otlu. Otdan otlamaq. Maqməşdə qrammatikdir burada. Hər birinin sözün kökü nədir? Otdur. Düzdürmü? Hər biri də düzəltmədir. Deməli, bunlar nədir? Eyni köklü. Eyni köklü sözlərdir bunlar. Amma bir də nəyə diqqət yetirmək lazımdır? Bax, eyni köklü sözlərə baxırıq. Bağdan nə yarandı? Bağban. Bağdan bağlıq. Bağdan bağça. Hər birinin kökü bağ, bostan isimidir və hər biri düzəltmədir. Deməli, bu eyni köklü sözdür. Amma burada baxırıq, bağ sözün kökü da qrammatik. Bağ sözün kökü lar qrammatik. Bağ sözün kökü ımız qrammatikdir. Bu sözlər isə sadə söz olduğu üçün, yəni burada leksik şəkilçi olmadığı üçün bunları eyni köklü götürə bilmərəm. Söz yox, bunların kökü eynidir. Hər biri bağdır. Amma eyni köklü sözlərin qaydası nədir? Sözlər düzəltmə olmalıdır və eyni kökdən ibarət olmalıdır. Yəqin ki, başa düşdünüz. Dördündən biri eyni köklü sözlər sırasında daxil deyil. Güldən gülüş yaranıb, güldən gülünc yaranıb, güldən ür qrammatikdir, lər qrammatikdir, bu sadə sözdür. Güldən güləyən yaranıb. Baxın yoldaşlar, bu gülüşdür, gülüncdür, güləyəndir. Hər biri düzəltmə sözdür və hər birinin kökü gülmək feilidir. Deməli, bunlar eyni köklüdür. Amma gülürlər sözü sadə söz olduğu üçün sadə sözlərdə eyni köklü ola bilmir. Mütləq düzəltmə sözü olmalıdır ki, eyni köklü götürək. Burada birincidə C-dir. Vurğun vurdu, vurğu vuruş. Deməli, vur feilindən vurğun, vur sözün kökü feildə du qrammatikdir. Vur feilindən vurğu, vur feilindən vuruş.
Deməli vurur, vurğu, vurğun bunlar düzəltmə sözlərdir. Amma vurdu sözü sadə söz olduğu üçün bu eyni köklü olmayacaq. Burada da B-dir. 3-də qorxaq. Deməli, qorx feilindən qorxaq yarandı. Aq burada leksik şəklisidir, düzəltmədir. Qorxdan qorxu, qorxudan qorxulu yarandı. Bu da düzəltmədir. U burada ayrı leksikdir, lu ayrı leksikdir. Qorxdan qorxunc yarandı. Burada unc leksik şəklisidir. Bu da düzəltmədir. Qorxdum sözündə qorx sözün köküdür. Du zamandır, qrammatik, m şəxs onluğu qrammatik. Fikir verdinizsə, qorxunc, qorxulu, qorxaq sözləri düzəltmədir və hər birinin kökü qorxmaq feilidir. Deməli bunlar eyni köklüdür. Amma qorxdum sözü sadə olduğu üçün eyni köklü olmayacaq. C-dəki tapşırığa baxırıq. Uyğunluğu müəyyən edin. Birlik, birləşmək, birinci. Deməli yoldaşlar, birlik nə? Birliyə sual verin. Nə? Birlik. Bu olacaq isim. Yəni C-ni yazacağıq 1-ə. Birləşmək, nə etmək? Nə etmək hansı hissəsinin sualı? Təbii ki, feilin A-nı yazacağıq 2-yə. Birinci, neçənci? Neçənci sözü hansı hissəsinin sualıdır? Təbii ki, sayın. Yəni B-ni yazacağıq 3-ə. Suçu. Suçu. Su sözün kökü, su leksik şəkilsi. Kim? Suçu. Kim sualı? Hansı hissəsinin sualıdır? İsimin. Sulu. Məsələn, sulu köynək. Necə köynək? Sulu köynək. Necə sual hansı hissəsinin sualıdır? Sifətin. C-ni yazdıq 2-yə. Sulamaq. Nə etmək? Nə etmək hansı hissəsinin sualıdır? Feilin. A-nı da yazırıq 3-ə. Yağış və yağlı sözləri eyni köklü hesab etmək olarmı? Fikrinizi əsaslandırın. Deməli uşaqlar, yağış sözündə yağ feildir. Yağmaq feilindən yağış yaranıb. Yağlı sözündə isə yağmaq deyil. Bu yağ bildiyimiz kərə yağlı, məsələn, o nə bilim supersun, teksun və s. oradakı yağdır. Bunlar eyni köklü ola bilərmi? Xeyr, çünki eyni köklü olmaq üçün kökləri eyni məna ifadə eləməlidir. Buradakı yağmaq feilidir, buradakı yağ isə o bildiyimiz isimdir. Yağ. Bunlar eyni köklü olmayacaq. Çünki kökləri eyni hissəsinə aid deyil və eyni məna ifadə eləmir. Kökləri amonim olan düzəltmə sözlər eyni köklü sayılmır. Bax, qaydada da deyib. Bax, bunun kökləri amonimdir. Amonim nədir? Deyilişi və yazışı eyni olan, mənaları isə tamamilə fərqli olan sözlərə amonimlər deyilir. Məsələn, daşlıq sözündə daşdan daşlıq yaranır. Buradakı daş nədir? İsimdir. Daşda bildiyimiz daş, qaya, buradakı daş. Daşqın isə burada daşımaqdan daşqın yaranıb. Bu isə feildir. Bunların kökləri fərqli leksik məna ifadə edir. Yəni amonimdir. Bunlar da eyni kökü götürə bilmərik. Keçək növbəti tapşırığa. Deməli, eyni köklü sözlərin yarandığı sözlərə görə qruplaşdırın. Gül ismi, güldən gülçü. Bu bilirik ki, gülçü nədir? Gül satan adam. Buradakı gül nə olacaq? İsim olacaq. Deməli, 1 olacaq isim. Gülüş. Burada nədir? Gülməkdən gülüş yaranıb. Buradakı olacaq feil. Güldan. Bu da gül qoyulan qabdır. Nə olar bu? İsim olacaq. Gül, çiçək mənasında. Güllü. Bu da gül olan, güllü olan mənasındadır. Buradakı gül də olacaq isim, çiçək yəni. Gülünc. Burada isə gülmək feilindən gülünc yaranıb. Bu olacaq feil. Güləyən. Bu da gülməkdən güləyəndir. Bu da feildən yaranıb. Güllük. Burada isə gül olacaq isim. Bu qədər yoldaşlar. Ümid edirəm ki, bir faydası toxunmuş olar. Sağ olun.